Salam uşaqlar, bu günlər sizə riyaziyyat 4-cü sinif 2-ci hissədən 43-cü səhifədə olan ümumiləşdirici tapşırıqlar bölməsini izah edəcəyəm. Başlayaq. Birinci, pul qabındakı məbləğləri adi və onluq kəsrlər şəklində manatla ifadə edin. Məbləği azdan çoxa sıralayın. Kaşlokların içərisində olan pulları hesablayaq əvvəlcə. Birinci kaşlokda 7 manat 25 qəpik, ikinci kaşlokda 2 manat 10 qəpik, üçüncü kaşlokda deməli 10 manat 61 qəpik. Bunları azdan çoxa sıralayanda birinci azdan çoxa düşsək, birinci 2 manat 10 qəpik, sonra 7 manat 25 qəpik, sonra 10 manat 61 qəpik. İkinci tapşırığa keçirik. Hər məbləği 3 müxtəlif üsulla manat və qəpiklərlə düzəldin. Bu məbləğləri ən az sayda pulla necə düzəltmək olar? Bunların hər birinə aid, hər bir məbləğə aid 3 üsulla yazacağıq bunları və bu 3 üsulla yazdıqdan sonra ən az sayda necə düzəltmək olar onu deyim. Məsələn, 0,75 75 qəpikdir. 75 qəpiyi biz ən az üsulla bir 50, bir 20 qəpik, bir də 5 qəpiklik formasına yaza bilərik. Sonra 1 manat 5 qəpiyi, 1 manat üstünə gələk 5 qəpik formasında 0,5 yəni. Sonra 3 manat 10 qəpiyi 3 manat bir də 10 qəpik şəklində toplasaq ən az üsulla. 1 manat 50 qəpik, 1 manat və 50 qəpik. 5 manat 57 qəpik, 5 manat 50 üstünə gələk 50 qəpik, üstünə gələk 5 qəpik, üstünə gələk 2 dənə 1 qəpik formasında. Sonra 0,5 manat bu 5 qəpik deməkdir. 5 qəpik ilə 5 qəpik ən az sayda 5 qəpik ilə bir dənə 5 qəpik götürsə düzəltmək olar. 10 manat 10,11 10 manat 11 qəpikdir. Bir dənə 10 manat, bir dənə 10 qəpik və bir dənə də 1 qəpikliyin cəmi şəklində göstərə bilərik. Üçüncü tapşırığa keçirik. Şəkildə malların qiymətlərini onluq kəsrlərlə ifadə edin. Onların qiymətləri cəmini və fərqini tapın. Hər birini onluq kəsrlə ifadə edib cəmini və fərqini tapacağıq. A variantına baxırıq. 6 manat 30 qəpik. 6 tam %30. 3 manat 10 qəpik. 3 tam %10. 6 tam %30-un üstə 3 tam %10-u bir dəfə gələcəm. Eləcək 9 tam %40. Bir də 6 tam %30-dan 3 tam %10 çıxıram. 3 tam %20. Yəni sonda 3 manat 20 qəpik A variantında. Çıxanda, toplayanda isə 9 manat 40 qəpik. B variantına baxıram. Əvvəlcə 25 tam %40, bir də 20 tam %10 onluq kəsr şəklində göstərdik. Sonra toplayaq. 25 tam %40-ın üstünə 20 tam %10 gələndə elədi 45 tam %50, yəni 45 manat 50 qəpik. Bir də 25 tam %40-dan 20 tam %10-u çıxsam 5 tam %30, yəni 5 manat 30 qəpik. C variantına baxıram. 13 manat 50 qəpik, bir də 12 manat 20 qəpik. 13 manat 50 qəpik 13 tam %50, 12 tam 20 qəpik 12 tam %20. Əvvəlcə toplayaq. 25 tam %70, sonra çıxaq 1 tam %30. Yəni toplayanda elədi 25 manat 70 qəpik, çıxanda elədi 1 manat 30 qəpik. Dördüncü tapşırığa baxırıq. Onluq kəsrlə yazın və hesablayın. Bunların hər birini onluq kəsrlə yazırıq və toplayırıq. Yəni 50 qəpiyi 0,50. Üstünə gələk 2 manat 10 qəpiyi 2 tam %10. Belə şəkildə bu qayda ilə hər birini toplayırıq və çıxma kimi hesablayırıq. 5-ci tapşırığa baxaq. Cədvəli tamamlayın. Cədvəldə malın adı, miqdarı, bir vahidinin qiyməti və məbləğ verilib. Hərəsində hər hansı bir hissə verilməyib. Yəni, məsələn, karandaş. Karandaş bir ədəd, bir ədədin qiyməti 20 qəpikdir. Bir ədəd alınıb, bir ədədin qiyməti 20 qəpik. Deməli, biri vururam 20-yə, məbləği hesablayıram. 20 qəpik pul verilib. Bloknot. Bilmirəm neçə ədəd alınıb, bir ədədinin qiyməti 4 manatdır, 20 manat pul verilib. Deməli, 20-ni bölürəm 4-ə, 5. Deməli, bloknot 5 dənə alınıb. Pomidor. Pomidor 5 kiloqram alınıb, amma 1 kilosunun qiymətini bilmirik. Ona görə ümumi məbləği 10 manatı bölürəm 5 kiloqrama. Deməli, 1 kiloqramı 2 manatdır. Pozan.
Pozan ümumi 75 qəpik pul verilib. Bir vahid ədədinin qiyməti 25 qəpik. Deməli 75 qəpik 25 qəpiyə bölürəm. 3 dənə pozan alınıb. Naqil 3 metr alınıb və bir deməli metrinin qiyməti 0,30 qəpikdir. 0,30 yazırıq. Yəni 30 qəpikdir, 0,30 yazırıq. Ümumi məbləğ hesablayanda 0,30-u 3 metrə vururuq. 0,90, yəni 90 qəpik pul verib. Sonra xiyar 4 kiloya kilosunu 1 kilosunu 80 qəpikdən alıb. Deməli 4-ü vururam 80-ə, 3 manat 20 qəpik. Ayran 2 litr alıb, amma 1 litrinin qiymətini bilmirik. Ümumi 2 manat 20 qəpik pul verib. Deməli 2 manat 20 qəpiyi 2-yə bölürəm. 1 manat 10 qəpik. 1 litrinin qiyməti 1 manat 10 qəpikdir. 6-cı tapşırığa keçirik. Verilən miqdara əsasən bütün mallar üçün ödəniləcək ümumi məbləği hesablayın. Baxırıq, qələmin bir ədədi 1 manat 3 qəpikdir. 2 ədəd qələm alınıbsa, 2-yi vururam 1 manat 3 qəpiyə, 2 manat 6 qəpik. Sonra fındığın 1 kilosu 3 manatdır. 5 kilo fındıq alıbsa, 5-i vururam 3-ə, deməli 15 manat pul verib. Sonra süd 1 litrinin 1 manat 20 qəpikdir. 3 litr alıbsa, 3-ü vururam 1 manat 20 qəpiyə, o da elədir 3 manat 60 qəpik pul verib. Deməli, birinciyə vermişdik 2 manat 6 qəpik, toplayıram bunları. 2 manat 6 qəpik üstünə gələk. 15 manat, o elədir, üstünə də gələk 3 manat 60 qəpik. O da elədir 15, 17, 20 manat 66 qəpik. İndi isə 44-cü səhifədə olan tapşırıqlara baxaq. 7-ci tapşırıq. Səbinə mağazadan 2 qələm 3 dəftər aldı. Üstündə cəmi 1 manat olduğundan çatışmayan pulu o Lalədən istədi. Lalə Səbinəyə nə qədər pul verməlidir? Hesablayırıq. Qələmin biri 20 qəpikdir. 2 qələm alıbsa 2-ni vururam 20-yə 40 qəpik. Dəftərin biri 50 qəpikdir. 3 dəftər alıbsa 3-ü vururam 50 qəpiyə 1 manat 50 qəpik. 1 manat 50 qəpiyin üstünə 40 qəpik gəlirəm. O da elədir 1 manat 90 qəpik. Deməli, cəmi 1 manat 90 qəpiklik nəsə alıb. Onun 1 manatı özündə varmış. Deməli, 1 manat 90 qəpikdən 1 manatdan çıxıram, qaldı 90 qəpik. 90 qəpiyini Lalədən istəyib. Deməli, Lalə Səbinəyə nə qədər pul verməlidir? 90 qəpik. 8-ci tapşırığa keçirik. Samir və Anar 1 manat ödəyib 2 eyni dondurma aldılar. Satıcı onlara 0,2 manat qaytardı. Bir dondurmanın qiyməti neçə qəpikdir? Biz əvvəlcə manatı qəpiyə çevirək. 1 manatın 100 qəpikdir. 0,2 manatın 20 qəpikdir. Deməli, 100 qəpikdən 20 qəpiyin satıcı olaraq qaytardığı üçün 20-ni çıxıram. Qaldı, 100-dən 20 çıxanda 80 qəpik. 80 qəpiyə isə 2 dondurma alıblar. 80-i bölməliyəm 2-yə. Bir dondurmanın qiymətini tapmaq üçün, o da 40 qəpik. Deməli, bir dondurmanın qiyməti 40 qəpikdir. 9-cu tapşırığa baxırıq. Pul qabındakı 4 qəpik puldan 3-ü eynidir. Pul qabında cəmi 1,7 manat pul varsa, yəni 1 manat 70 qəpik pul varsa, bu qəpiklər hansılardır? Biz baxırıq, deyir 4 qəpik puldan, 4 dənə qəpik pul var. Deməli, bu 4 qəpik puldan 50 qəpik üstünə gələk, 50 qəpik üstünə gələk, 50 qəpik üstünə gələk, 20 qəpik. Deməli, bu qəpiklər 3 dənə 50 qəpiklik, biri isə 20 qəpiklikdir. Cəmi elədir 1 manat 70 qəpik. Qəpikləri göstərdik. 10-cu tapşırığa keçirik. Anası Laləni marketdən ərzaq almağa göndərdi. Geri dönəndə yolda çek Lalənin əlindən suya düşdü. Düşdüyü üçün bəzi ədədlər görünmədi. Həmin ədədləri bərpa edin. Satış çekinə baxırıq. Deməli, yumurta 10 ədəd alıb 20 qəpikdən 2 manat pul verib. Un 2 kiloqram alıb ümumi 6 manat pul verib. 6 manatı 2 kiloqrama bölürəm. Deməli, 3 manat. Unun 1 kilosuna 3 manat pul verib. Süd alıb, südün miqdarını bilmirəm, amma bilirəm ki, 1 litrini 1 manata alıb, 2 manat pul verib. Deməli, 2 manatı 1-ə bölürəm, 2 litr alıb. Süd də 2 litr alıb. Yağ paketi, deməli, qiyməti 4 manat imiş, 1 paketi. Amma neçə paket aldığını bilmirik. Onda ümumi, amma bilirik ki, ərzağa
yekun məbləğ 18 manat pul verib. Onda 18 manatdan bu cəmi gördüyümüz manatları çıxırıq. Yəni 2 manat çıxıram yumurtaya görə, ona görə 6 manat, südə görə 2 manat. Bu da elədi 10 manat çıxıram, qaldı 8 manat. Deməli yağa cəmi 8 manat pul verib. Ümumi verdiyi cəmi manat 8 manatdır. Amma bir paketini 4 manat aldığına görə 8-i 4-ə bölürəm. 2 paket yağ alıb. 11-ci tapşırığa baxırıq. Pul qabındakı məbləğ şəkildə hansı 2 malı almağa çatar? Bütün malları almaq üçün nə qədər pul lazımdır? Pul qabındakı məbləği toplayırıq. Kaşlokdakı məbləği hamısını cəmləyib toplayanda elədi 3 manat 20 qəpik. Burada ümumi mallara verdiyi pulları da cəmləyirik. 1 manat 20 qəpik, üstünə gələk 2 manat 15 qəpik, üstünə gələk 1 manat 50 qəpik. O da elədi 4 manat deməli 85 qəpik. 4 manat 85 qəpikdən 4 manat 85 qəpik bizim bütün malları almaq üçün pul lazımdır. 4 manat 85 qəpikdən 3 manat 20 qəpiyin çıxıram. Qaldı 1 manat 65 qəpik. 1 manat 65 qəpik. Deməli, bütün malları almaq üçün 1 manat 65 qəpik pul çatmır. 12-ci tapşırığa baxırıq. Elxanın atası qiyməti 18.000 manat olan maşın aldı. O pulun yarısını ödədi. Qalan yarısını ödəmək üçün isə banka 1 illik kredit götürdü. Şərtə görə 1 il ərzində bankdan götürdüyü məbləğdən əlavə onun %20 hissəsini qaytarmaq lazımdır. Elxanın atası banka il ərzində cəmi nə qədər pul ödəməlidir? Əvvəlcə 18.000 manatdan yarısını özü ödədiyi üçün 18.000-i bölürəm 2-yə, 9.000. Deməli 9.000-ni kredit götürüb. 9.000 götürdüyü kreditdə %20 hissəsini əlavə qaytarıb. Ona görə 9.000-i bölürəm 100-ə, vururam 20-yə. Deməli 9.000-i 100-ə böləndə 90, 90-ı da 20-yə vuranda 1800. 1800 əlavə ödəyib. 9.000 götürüb 1800 əlavə edib. 9.000 üstünə gəlirəm 1800, 10.800. İlxan atası banka il ərzində cəmi nə qədər pul ödəməlidir? 10.800. 13-cü tapşırığa baxırıq. Bank 1 illik kreditin məbləğdən əlavə onun %18 hissəsini geri qaytarmaq şərti ilə verir. İş adamı bir ayda gəlirin 15.000 manat, xərci isə 10.000 manatdır. 15.000-dən 10.000-i çıxıram, qaldı 5.000. Deməli 5.000 özünə qalır hər ay. Onun aylıq qazancı dəyişməzsə, bankdan götürdüyü 50.000 manat krediti. 50.000 manat kreditin deməli 100-ə bölürəm, vururam 18-ə. Bunu hesablayıb o da elədi 9.000. 9.000 də üstünə gəlib əlavə olaraq 50.000 kredit götürüb üstünə də 59.000. 59.000 bir il ərzində kredit qaytarmalıdır. Amma biz baxaq ki, bunun gəliri nə qədər idi? Aylıq 5.000 manat gəliri var idi. O 5.000 manatı vururam 12-yə. O da elədi 60.000. 60.000 illik gəliri. Bunun bir illik krediti isə 59.000-dir. Deməli, 60.000-dən 59.000-ni verə bilər. Bəli, kredit ödəyə bilər. Çünki gəliri daha çoxdur. 59.000 krediti ödəyə bilər. Bəli. Bu qədər uşaqlar. Sağ olun. Bəyənməyi, abunə olmağı unutmayın.